Günlərdən bazar ertəsidir. Günün ən mühüm hadisələrinin təqdimatı ilə ATV Xəbərin əsas buraxılışının efir vaxtıdır. Xoş gördük. Prezident İlham Əliyev və Serbiya prezidenti Aleksandr Vučić qeyri-rəsmi səhər yeməyində iştirak edib. Bu barədə Azərbaycan prezidentinin sosial media hesablarında məlumat verilib. Qeyd edək ki, Prezident İlham Əliyevin Serbiya rəsmi səfəri bugün başa çatıb. Belqrad şəhərinin Nikola Tesla hava limanında dövlət başçısının şərəfinə fəxri qaral dəstəsi düzülüb. Prezident İlham Əliyevi Serbiya prezidenti Aleksandr Vučić yola salıb. Azərbaycan-Serbiya münasibətlərində əməkdaşlıq üçün yeni imkanlar yaranır. Prezident İlham Əliyevin Serbiya səfəri bu baxımdan əlamətdardır. Mövzunu ATV Xəbərə şərh edən Serbiyalı siyasətçilər perspektivlə bağlı fikirlərini bölüşüb. Hətta ən çətin məsələlərdə Serbiya Azərbaycanın tərəfində olub. Onlar da bizə dəstək veriblər. Gələcəkdə də bu belə olacaq. Biz çox ağır məsələləri həll etmişik. Biz Prezident Əliyevin sözlərinə tam inanırıq. Aleksandr Vučić Azərbaycan prezidentinə inamı konkret faktlarla əsaslanaraq ifadə edir. Bu ölkə Azərbaycandan və onun liderindən əsl dost nümunəsi görüb. Etibarlı və dəyərli tərəfdaş olan ölkənin lideri sözünə sadiqdir. Azərbaycan Serbiyaya təbii qazın ixrac həcmini artıracaq. Serbiyada elektrik enerjisi istehsal edən stansiya yaradılacaq və həmin elektrik enerjisi Azərbaycan qazı ilə təmin olunacaq. Hal-hazırda Azərbaycanın xaricə ixrac etdiyi qaz 14 Avropa ölkəsinə gedir. Onun 12-si Avropa İttifaqının üzvüdür. Və bu qaz baxmayaraq ki, həcmi çox deyil, ancaq Şərqi Avropa dövlətləri üçün, Serbiya, Bolqarıstan üçün, Macaristan üçün bu mühüm əhəmiyyətə malikdir. Çünki onların qaz istehlakı aşağıdır onsuz da və Azərbaycan ora 1 milyard kubmetr, 2 milyard kubmetr qaz ixrac edəndə o dövlətlərin istehlakını tamamlayır. Serbiyalı siyasətçilər də hesab edir ki, Prezident İlham Əliyevin Serbiyaya səfəri iki ölkə münasibətlərinə yeni tövhə verəcək. Strategic Partnership Council between Serbia and Azerbaijan. Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq şurasının keçirilməsi iki ölkə münasibətlərində yeni mərhələ deməkdir. Yaxın vaxtlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar olacaq. Bu, həm də Azərbaycanla Serbiya arasında turist sayında artma səbəb olacaq. İki ölkənin əməkdaşlığında kənd təsərrüfatı, ticarət xüsusi yer tutur. Hər iki ölkə enerji sahəsində etibarlı tərəfdaşdır və biz bu əməkdaşlığı gücləndirmək niyyətindəyik. Azərbaycanın bu imkanları sayəsində Serbiya enerji təhlükəsizliyini gücləndirəcək. İki ölkə arasındakı münasibətlər tarixən dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanır və birgə layihələrin reallaşdırılması üçün əlverişli zəmin mövcuddur. Qarşılıqlı faydalı investisiya layihələrin həyata keçirilməsi perspektivləri də var. Tərəflər arasında indiyədək 57 əməkdaşlıq sənədinin imzalanması, strateji tərəfdaşlıq şurasının iclasının baş tutması və müxtəlif sahələr üzrə yeni sənədlərin mübadiləsi strateji tərəfdaşlığın dərinliyinə dəlalət edir. Ülkər Əliyeva, Nurlan Sultanzadə, ATV Xəbər. Tibbi Ərazi Bölmələrini İdarə Etmə Birliyi Publik Hüquqi Şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşiroğlu Qurbanov təbibin icraçı direktoru vəzifəsindən azad edilib. Təbibdən məlumat verilib ki, Müşahidə Şurasının digər qərarı ilə qurumun icraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə olunub. Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluğu maliyyələşdirməklə bağlı maddələrlə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclası sabah davam etdiriləcək. Bakı Hərbi Məhkəməsindən bu barədə məlumat verilib. Qeyd edək ki, fevralın 10-da keçirilən məhkəmə prosesində məhkəmə baxışının başa çatdığı elan edilib, məhkəmə heyəti müşavirəyə gedib. Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla saxlanan AXCP sədri Əli Kərimli və partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahimin barəsində seçilən həbs qəti imkan tədbirinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bugün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə şikayətlər təmin edilməyib. Xatırladaq ki, ötən il Səbail Rayon Məhkəməsinin qərarı ilə Əli Kərimli və Məmməd İbrahim barəsində 2 ay 15 gün müddət
müddətində həbs qəti imkan tədbiri seçilib. Fevralın 9-da isə onların barəsində seçilən həbs qəti imkan tədbiri daha 4 ay müddətinə uzadılıb. Hər iki şəxsə Cinayət Məcəlləsinin hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə ittiham irəli sürülüb. Cəlilabadın Uzuntəpə kəndi ərazisində qətl hadisəsi baş verib. Kənd sakini 52 yaşlı Azər Baxşıyevin kəsici, deşici alətlə aldığı ağır xəsarətlər nəticəsində xəstəxanada vəfat etməsi barədə hüquq mühafizə orqanlarına məlumat daxil olub. Keçirilən operativ əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev saxlanaraq istintaqa təhvil verilib. Məlumata görə İbrahim Babayev mərhumla əvvəlcədən əlaqə saxlayaraq rayona gəlməsini israr edib. Bakıdan rayona qayıdan Azər İbrahimlə görüşüb və aralarında mübahisə yaranıb. Bu zaman İbrahim Azərə kəsici, deşici alətlə xəsarət yetirib. Ağır xəsarət alan Azər Baxşıyev xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət işi başlanıb. İbrahim Babayev iş üzrə şübhəli şəxs qismində tutulub. Ağdaşda Cüvə kəndi ərazisində kanaldan 76 yaşlı kişinin meyidi tapılıb. Mərhum Ənvər Məmmədovun üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Məlumata görə 3 övlad atası ailəsindən ayrıldığı üçün tək yaşayıb. Yaxınları deyir ki, bir aydan çoxdur onu axtarırlar. Mərhum axırıncı dəfə Mingəçevirdə yaşayan qızı gilə getmək istəyib. Qohumu onu Mingəçevirə bir gün sonra apara biləcəyini deyib. Buna baxmayaraq Ənvər Məmmədov evindən gecə saatlarında çıxıb və geri qayıtmayıb. Həyatımda bir narahatçılıq olub. Bunu kim tutub saxlaya bilər? Gedibdir, nağaraq gedibdir, başında bu iş gəlibdir. Hardan tapılıb əmi? Sahədən çoban tapıb, qoyun güdən vaxtı çoban tapıb, Şirə kanalına su tökülən yerdən suyun içindən tapıblar. Yanvar ayının 5-i günü evdən çıxıb, bir daha geri qayıtmayıb. Kənd cəmaatı, icra nümayəndəsi, polis şöbəsi hər yerə məlumat verir, hər yer hamı da axtarırdı, kənd cəmaatı da axtarırdı. Axırda dünənlərim çoban var. Qonşu da elə burada. Gəldi, dedi ki, əmir tapışın, qapıdan içəri girdi, dedi, əmir tapışın. Demə, hardan? Dedi, belə, kənd Şirə kanalı var, onun içərisindədir. Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə küllü miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Ölkəmizdən tranzit keçməklə İrandan Türkiyəyə gedən yük nəqliyyat vasitəsi Şahtaxtı Gömrük postunda yoxlamaya cəlb edilib. Yoxlama zamanı nəqliyyat vasitəsinə aid qoşqudan kustar üsulla hazırlanan xüsusi saxlanç yerindən 20 ədəd plastik qabda maye halında təmiz çəkisi 41 kiloqram 600 qram olan xüsusən küllü miqdarda psixotrop maddə metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. Paytaxtda qadın əməliyyatdan bir neçə gün sonra həyatını itirib. Hadisə Medihol hospitalda baş verib. Səbəblər, təfərrüatlar sıradakı sujetdə. Dünyasını dəyişən 43 yaşlı Nigar İsmailova fevralın 10-da Medihol xəstəxanasında əməliyyat olunub. Sosial şəbəkələrdə qadının estetik əməliyyat keçirdiyi və 3 gün sonra xəstəxanada vəfat etdiyi iddia olunurdu. Mərhumun yaxınları isə bildirirlər ki, o qarın yırtığından əməliyyat olunub. Onların sözlərinə görə ölüm səbəbi ürək tutması olub. Plastik əməliyyat falan məsələn, belə bir şey söhbət yoxdur. Qarın qrijası söhbəti var. Əməliyyat olub 12-13 gün bundan qabaq. Biraz əsəblər gərgin idi. Ürəyindən problem olub. Çoxlu var. Birinin 22 yaşı var, balacanın da 15 yaşı var. Xəstəxanadan bildirildi ki, Nigar İsmailova tibb müəssisəsində deyil, ev şəraitində vəfat edib. Qeyd olundu ki, əməliyyatdan sonra onun səhhəti ilə bağlı ciddi problem qeydə alınmayıb. Qarın yırtığından qeydən əməliyyat olunub. Xanım böyle bizdə yox, ev şərtləri əməliyyat. Sizin xəstəxanadan neçə gün sonra bəs dünyasını dəyişib? Çoxdan çıxdı, 2-3 gündən sonra gedir. Əməliyyatdan sonra da nəzarət olunurdu, yoxsa? Bəli, tamam biraz sağlam deyil. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirildi ki, hadisə qurum tərəfindən ciddi araşdırılır. Baş prokurorluqdansa deyildi ki, Medihol hospitalda əməliyyat olunan qadının 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır. Əkbər Əlizadə, Rahil Bəhlulzadə, Rüstəm Rüstəmov, ATV Xəbər. Dəfələrlə xəbərdarlıq edilsə də dəm qazından zəhərlənmə halları az qala hər gün müşahidə olunur. Səssiz ölüm can almaqda davam edir. Daha bir gənc dəm qazının qurbanı olub. 3 tələbə isə son anda ölümdən xilas edilib. Dəm qazı necə yaranır və bu təhlükədən necə qorunaq? Əməkdaşımız Nurlan Şiraliyev bu barədə sujet hazırlayıb.
Son günlər ölkədə qaz sızmasından və dəm qazından zəhərlənmə hallarında kəskin artım müşahidə olunur. Hadisələr təkcə paytaxtda deyil, regionlarda da qeydə alınır. Təkcə bu gün ərzində 2 ayrı şəhərdə zəhərlənmə faktı qeydə alınıb. Bakının Yasamal rayonunda dəm qazı bir nəfərin həyatına son qoydu. Gəncədə isə dəm qazından zəhərlənən 3 tələbə ölümdən döndü. Bir neçə gün əvvəl isə Naxçıvanda baş verən faciə nəticəsində 7 nəfər zəhərlənmişdi. Onlardan ikisi baba və azyaşlı nəvəsi həyatını itirmişdi. Bəs bu cür faciələrin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Ekspertlər deyir ki, təbii qaz mədənindən çıxarılan zaman iysiz və dadsız olur. Bu isə qaz sızmasının vaxtında aşkar edilməsini çətinləşdirir. Məhz bu səbəbdən qazın tərkibinə xüsusi maddə, odorant əlavə olunur. Odorant rəngsizdir, lakin kəskin və spesifik qoxuya malikdir. Normativlərə əsasən odorantın dozası mövsümə görə dəyişir. Qış aylarında hər 1000 kubmetr qaza 16 qram, yay aylarında isə 8 qram əlavə edilməlidir. Qazın əgər iyi yoxsa bu qeyri-normaldır. Çünki odorantı vururlar ki, əgər hər hansı bir səbəbdən qazda uteçka deyirlər Rusca, yəni sızmalar olarsa, evə, mətbəxə qaz, hamamxanaya dolarsa, onu istehlakçı iyidən aşkar eləsin və dərhal deməli tədbirlər görsün. Nüsrət Qasımov deyir ki, əgər çay dəmlənibsə, yemək bişibsə, cihaz dərhal söndürülməlidir. Mətbəxdə və qazla işləyən bütün otaqlarda pəncərə və hava dövranı daim açıq olmalıdır. Ekspert dəm qazından zəhərlənmənin baş verməsini belə izah edir. Metan qazının, propan qazının tamam yanmasından, yəni hava çatışmaması üzündən əmələ gələn dəm qazıdır. Karbon monoksiddir. Qaz sızılan mətbəxdə, otaqda, hamamxanada, nəfəs alanda oksigenin miqdarı əgər 21-dən aşağı düşürsə, artıq buna boğulma hadisəsi deyilir. Amma dəm qazı yığılırsa, 7 dəqiqənin ərzində orada nəfəs alan adamlar öz həyatına xitam verir. Bəs dəm qazı necə yaranır və təhlükədən necə qoruna bilərik? Qaz qurğusu quraşdırılan otaqda texniki normativ tələblərin ölçülərinə əməl olunmazsa, havalandırma və hava dəyişmə sistemi düzgün qurulmazsa, otağın daimi təmiz hava ilə, oksigenlə təminatı olmazsa, bu zaman yanma prosesi pozulur və dəm qazı əmələ gəlir. Biz əgər oksigenin həmin otağa daxil olmasını təmin etmiriksə, bu zaman içəridəki oksigen istifadə olunur, çünki yanma prosesi zamanında oksigen özü də yanır. Həmçinin həmin otaqda insanlar da oksigendən istifadə edir və oksigenin azalması nəticəsində yanma prosesi pozulur. Ekspertlər belə faciələrin baş verməməsi üçün detektorların quraşdırılmasını israrla tövsiyə edirlər. Bu cihazlar dəm qazının ən kiçik artımını belə dərhal aşkar edir, səsli siqnal vasitəsilə sakinləri xəbərdar edir və faciələrin qarşısını almaqda əvəzsiz rol oynayır. Xüsusilə fərdi evlərdə, köhnə qızdırıcı sistemi olan mənzillərdə və mərkəzləşdirilmiş havalandırmasız obyektlərdə belə detektorlar həyati əhəmiyyət daşıyır. Qeyd edək ki, Azərbaycanda detektorun quraşdırılması məcburi deyil. Dünyanın əksər inkişaf etmiş ölkələrində qaz detektoru məcburi şəkildə quraşdırılır və ona rəsmi qurumlar tərəfindən nəzarət edilir. Nurlan Şiraliyev, Elvin Muradov, ATV Xəbər. Paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsi 68A ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın olub. Nəticədə 3 otaqlı mənzilin mətbəx və əşyalar yanıb. Fövqəladə Hallar Nazirliyi qüvvələrinin çevik müdaxiləsi ilə 16 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində sakinlər təxliyə edilib, mənzilin böyük hissəsi və digər mənzillər alovdan mühafizə olunub, hadisənin baş vermə səbəbləri araşdırılır. Ağstafada Köcəskər kəndində ev yanıb. Mahir Xanəhmədova məxsus 3 mərtəbəli evi axşam saatlarında qəfil alov bürüyüb. Bunu görən qonşular Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verib. Əraziyə Ağstafa rayonu yanğın söndürmə briqadası cəlb olunub. Alov getdikcə genişləndiyindən Qazax və Tovuz rayonundan yanğın söndürmə qrupları da cəlb edilib. Yanğın evin aşağı mərtəbələrinə keçməsinə imkan verilmədən söndürülüb. Qonşuların sözlərinə görə ev sahibi Rusiyada yaşayır. Elə bu səbəbdən hadisə zamanı evdə heç kim olmayıb. Bakı-Sumqayıt yolunda avtobusun iştirakı ilə yol qəzası baş verib. Nəqliyyat vasitəsi avtobus zolağında 2002 avtomobili ilə toqquşub. Eyni anda maşınlardan biri avtobusa sağ, digəri isə sol tərəfdən çırpılıb. Xəsarət alan yoxdur. Bildirilir ki, qəzaya sürücülərdən birinin manevr qaydalarını pozması səbəb olub, araşdırmalar davam edir.
Bakıda və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün dövlət proqramı çərçivəsində Moskva prospektinin Şamaxinka adlanan yol sahəsində hərəkətin təşkilində dəyişiklik edilir. Hansı yeniliklər var? Sürücülərin diqqət etməli olduğu məqamlar nədir? Sualların cavabı sujetdə. Təhlükəsizlik adacığı ilə ayrılmış zolaq vasitəsilə 20 yanvar küçəsinin paralel hissəsinə yönləndiriləcək və bu kəsişmədə həm 4-cü mikrorayon istiqamətində, həm də düzünə hərəkətlərini davam etdirə biləcəklər. Bundan başqa Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyə dönmə yerlərində hərəkət növbəliliyi işıqforla tənzimlənəcək. Ərazidə artıq yeni işıqforlar quraşdırılıb. Hərəkətdə dəyişiklik yaxın günlərdə baş tutacaq. Turanə Tağızadə, Əziz Əzizov, ATV xəbər. Səhər saatlarından paytaxtda sıx dumanlı hava şəraiti müşahidə edilir. Bu cür hava şəraitində avtomobil qəzalarının, hətta piyada vurma hadisələrinin baş vermə ehtimalı artır. Bu səbəbdən aidiyyatı qurumlar hərəkət iştirakçılarını diqqətli olmağa çağırır. Paytaxtda dumanlı hava şəraiti nə vaxtadək davam edəcək? Əsas sual elə budur. Bugün səhər saatlarından etibarən paytaxtda dumanlı hava şəraiti müşahidə olunur. Hava şəraiti səbəbindən görmə məsafəsi xeyli məhdudlaşıb ki, bu da ciddi risk deməkdir. Təbii ki, belə olan halda istər piyadalar, istərsə də sürücülər olduqca diqqətli olmalıdır. Əks halda xoşagəlməz hadisələrin baş verməsi qaçılmaz olacaq. Yasamal rayonu Fərman Salmanov küçəsindəyik. Dumanlı hava şəraiti səbəbindən hərəkətin intensiv olduğu bu yolda da sıxlıq və tıxac müşahidə olunur. Duman xüsusilə gecə və səhər saatlarında yol nəqliyyat hadisələrinin sayını artıran əsas amillərdən biridir. Əksər hallarda sürücülər yaxın və duman əleyhinə işıqları vaxtında yandırmadıqda qəzalara səbəb olur. Yüksək sürət və diqqətsizlik də bu cür hava şəraitində ağır nəticələrə gətirib çıxarır. Sadaldığımız qaydalara riayət olunmadığını sürücülər də təsdiq eləyir. Əksər sürücülər duman işığından istifadə eləmir, piyadaları gözləmirlər. Ara məsafəsi gözləməklə, sürət həddini aşmamaqla. Çünki sürət həddi aşılarsa da sən məsafəni qoruya bilməzsən. Yandırmayanlar varmı duman ışıqlarını? Çoxdur, həqiqətən çoxdur. Piyadalar gözləməyənlər də var. Piyadaları gözləməlidirlər. Ondan sonra ara məsafələri mütləq gözləməlidirlər. Duman işıqlardan istifadə eləməlidirlər. Yaxşı, bəs dumanlı hava şəraiti nə vaxta qədər davam edəcək? Dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşır. Dumanın əmələ gəlmə səbəbi yüksək temperaturun günorta saatlarında müşahidə edilməsi və gecə saatlarında isə yerüstü təbəqənin soyuması və temperaturun aşağı düşməsi ilə əlaqədardır. Dumanlı hava şəraiti fevralın 18 günəcək fasilə davam edəcəyi gözlənilir. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi həm sürücüləri, həm də piyadaları dumanlı hava şəraitində diqqətli olmağa çağırır. Duman digər hərəkət iştirakçılarının, habelə yol nişanlarının, nişanlama xətlərinin, ümumiyyətlə nizamlanma vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur. Həmçinin piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən daha məsuliyyətli olmalıdırlar. Məhəmməd Hacızadə, Amir Əliyev, ATV xəbər.
Avtobus boş dayanacaqda saxlamır, düşmək istəyən dayan düyməsini bassın. Paytaxtda avtobusda yapışdırılan bu elan müzakirələrə səbəb olub. Bu nə dərəcədə doğrudur? Yəni, avtobus sürücüləri dayanacaqda adam olmasa saxlamadan yoluna davam edə bilərmi? Əməkdaşlarımız bunu öyrənməyə çalışıb. Dayanacaqda sərnişin yoxdursa saxlamırıq. Düşmək istəyən stop düyməsini basıb düşsün. Sürücünün sərnişinlərdən belə bir tələbi var. Həmin elanın yazılıb yapışdırıldığı avtobusu tapmasaq da, lakin eyni xətt üzrə hərəkət edən 91 saylı avtobusdayıq. Belə olduqda sürücülər bir məqamı unudurlar. Bəzən stop düymələrinin hamısı saz vəziyyətdə olmur. Bəs bu halda sərnişinlər nə etsinlər? Dayanacağa çatanda qırmızı düyməni basdınızsa düşəcəksiniz. Basmadısa səyahət növbəti dayanacağa qədər davam edəcək. Sərnişinlər arasında bu fikirlə razılaşanlar da var, narazı olanlar da. Hər astanovkada saxlamalıdırlar. Çünki bəlkə də stop düyməsi işləmir. Bütün astanovkada saxlamalıdırlar. Bəlkə mən bilmirəm, orada stop düyməsi var, yox. Saxlamaya bilər, ondan sonra vaxtı qənaət edəcəklər. Sürücülər deyir ki, daşıma qaydalarına əsasən avtobuslar bütün dayanacaqlarda saxlamalıdır. Dayanacaqda sərnişin olmasa belə saxlayırsınız yoxsa yox? Bəli, saxlayırıq, yavaşlayırıq, saxlayırıq, görürük, yoxdursa çıxıb gedirik. Rayondan gələni var, kətdən gələni var, bilmir. Yəni başı çıxmır da. Yəni elə vaxt ki, astanovkaya keçib gedir. Sərnişin oldu, olmadı. Biz dayanmırıq. Yoxdur, sürüb gedirik. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, qanuna zidd əmələ görə daşıyıcıya xəbərdarlıq olunub, yazı sökülüb və sürücü barədə tədbir görülməklə bağlı tapşırıq verilib. Marşrut avtobuslarının xətt üzrə təyin olunmuş bütün dayanacaq məntəqələrində saxlamaları təmin edilməlidir. Söhbət ictimai nəqliyyatdan gedirsə, istər-istəməz beynəlxalq təcrübə də yada düşür. Görəsən dünyanın iri şəhərlərində, məsələn Avropada bu məsələ necə tənzimlənir? Berlin avtobuslarında stop düyməsini basmaq adi haldır. Yəni monitorda öz dayanacağını gördükdə sərnişin stop düyməsini basır, orada stop işarəsi yanır və səslə sürücü xəbərdar olur. Bunu nəyə görə belədir? İstirahət günlərində və yaxud da ki, şəhər kənarı dayanacaqlarda dayanacaqda adam olmaya bilər. Bu vaxtda sürücü dayanmadan keçir, əgər ona işarə verilməyibsə. Və əgər sən yadından çıxıbsa, öz dayanacağını buraxmısansa, bu artıq sənin öz günahında sürücüyə irad bildirə bilməzsən. O ki qaldı stop düyməsinin işləyib işləməməsinə, bu da istisnadır. Çünki nasaz olan, hər hansı bir nasazlıq olan avtobusu xəttə buraxmırlar. Bu da inkişaf etmiş Avropanın təcrübəsi. Amma bu qabaqcıl təcrübə bizdə nə qədər keçərlidir? Bax, sual da elə budur. Nəzərə alsaq ki, hərdən bizim avtobuslar o qədər bərbad vəziyyətdə marşruta buraxılır ki, nəinki stop düyməsi, bəzən sərnişinlər üçün normal oturacaqları belə olmur. O zaman sərnişin oturacağın dərdini çəksin, yoxsa stop düyməsinin? Ağcəl Əskərli, Samir Gülməmmədov, Şahin Abbasov, ATV Xəbər. Paytaxtda dələduzlar elə bir oyun oynadı ki, şeytan belə bu əmələ mat qalar. ATV Xəbərə müraciət edən zərərçəkən deyir ki, halına acıyıb kreditlə motosiklet satdığı şəxs dələduz çıxıb. Elan saytına motosiklet yerləşdirib bir nəfər maddi imkanı olmadığından kreditlə alacağını deyib, satıcı da razılaşıb. Ancaq artıq aylardır ki, alıcı zənglərə belə cavab vermir. Motosikletin sahibi isə əlacsız vəziyyətdə qalıb. Paytaxt sakini Əli Əliyev idarə etdiyi motosikleti satmaq qərarına gəlib və elan saytlarından birinə yerləşdirib. Bir nəfər zəng eləyərək motosikleti almaq istədiyini bildirib. Görüş zamanı alıcı bildirib ki, maddi vəziyyəti aşağı olduğu üçün ödənişi hər ay 500 manat olmaqla 6 ay ərzində ödəyəcək. 100 manat da beh verib, ancaq 3 ay keçməsinə baxmayaraq motosiklet sahibinin gördüyü elə o 100 manat beh olub. Bir sözlə oyuna gəlib. Elan saytından görüb yaxınlaşdılar ki, bəs almaq istəyirik. Köməkli göstər, kasıb uşağam, anam xəstədir, atam həbsdədir. Dedim, götür qaqa, işdə qazan. Amma mən pulumu vaxtında verdim. 6 ay müddətində aylıq 500 manatdan 3000 manata satdım. 100 manat beh verdilər, motosikleti götürdülər, çıxdılar getdilər. Bir ay keçdi, mən yığdım ki, bəs ödənişim vaxtıdır, nə zəngimə cavab verildi, nə bir şey. 3 aydır, yəni nə onlardan zəng, nə bir xəbər, nə bir şey. Əli Əliyev dələduzlarla behləşdiyi anı telefonun yaddaşına da köçürüb. Əliyev Əli Oqtayoğlu, verirəm Əlizadə sağ, Mari oğluna, kreditlə 6 ay 500 manatla qalmaq şərtinə, 6-cı ayı qalır özünə. Adı neydi bu? Kamildir. Kamildir, rəqam Zamir.
Mən zaminəm, polisə verməzəm, gələr mən yavaş-yavaş ödəyərəm. Həmin an başına gələcəklərdən xəbərsiz olan zərər çəkən indi nə edəcəyini özü də bilmir. Sürmədiyi və dələduzlara qurban verdiyi motosikletin hər ay kreditini də ödəyir. Dələduzlar isə motosikleti tanınmaz hala da salıb satıblar. Həmin motosiklet məndə kreditdədir. Mən hələ də bu gün onun kreditini ödəməliyəm. Aylıq nədir? Aylıq mən 400 manat ödəyirəm. Qanunsuz vəziyyətdə idarə edirlər və 550 manata satıblar. Bunlar bu işlə məşğullar. Nə qədər insan bunlardan zərər çəkmişlər var. Satılıb xırdalana, yəni oradan da satılıb gedib yoxa çıxıb rəngin zadını dəyişdiriblər. Daxili İşlər Nazirliyindən ATV xəbərə bildirildi ki, məsələ ilə bağlı vətəndaş Əli Əliyevin polisə müraciəti daxil olub. Hazırda faktla bağlı araşdırma aparılır. Məhəmməd Hacızadə, Ramin İsmailov, ATV xəbər. Şəmkirin Dəllərcəyir kənd sakinləri yaxınları, əzizləri həyatını itirəndə ehsan süfrələrini xeyriyyə əməlləri ilə əvəz edir. Ehsan olaraq kənd ərazisində yollar çəkilir, dayanacaqlar qurulur və digər xeyriyyə işləri görülür. Yaxşı nümunədir. Artıq bir neçə ildir ki, Şəmkirin Dəllərcəyir kəndində sakinlər dəbdəbəli ehsan süfrələri açmaqdan çəkinir. Kəndin sakinləri ehsan əvəzinə kəndin ehtiyacı olan problemlərini həll etməyə çalışırlar. Elə bu yaxınlarda dünyasını dəyişən bir kənd sakininin qohumları yaşadıkları küçənin yollarını düzləşdirib çınqıl töküblər. Rəhmətə gedən bacımın yoldaşıdır. Onun ehsanına bu yolları düzəltmişik. 4 maşın çınqıl gətirmişik. Yəni bu küçəni başdan ayağa düzəltmişik. Kənd ağsaqqalları belə məsləhət elədi, biz də razı olduq. Lap yaxşı. Allah rəhmət eləsin, ehsanında olsun. Bunu da təşkil edən Allah köməyində dursun ki, ehsan ləğv elədilər. Bu ehsan da çox dəbdəbiyə minmişdi, yaxşı olur belə olmağı. Bu təşəbbüsü başladan kənd ağsaqqalları da görülən işdən razıdırlar. Onlar da 7 və cümə mərasimlərinin tamamilə ləğv olunmasının tərəfdarıdırlar. Qrafik tərtib eləmişik ki, hər həftədə, ya 2 həftədən bir kəndə gedək. Kəndin ağsaqqallarını, qarasaqqallarını yığaq. Deyək ki, bu 7-ni də ləğv eləyək. Baxmayaraq ki, bu kasıb bir adam idi. O yığılan pula götdülər, bu ehsanı götdülər, bu yolu düzəltdilər. Bu yolda maşın keçmək imkanı yox idi. Görürsünüz də gözəl düzəltdilər. Allah ona rəhmət eləsin. Bu təşəbbüs nəticəsində yalnız yollar və dayanacaqlar deyil, həmçinin kənddə digər işlərin görülməsi də planlaşdırılır. Mədinə Niknəcat, Səadət Ayazqızı, Rüfət Bayramov, Rüstəm Rüstəmov, ATV Xəbər, Şəmkir. Bir neçə gün əvvəl paytaxtın Nərimanov rayonunda vətəndaşın sifariş verdiyi qızıl zinət əşyalarını gətirən kuryeri bıçaqlayıb məhsulu uğurlamışdılar. Bu hadisə qızılın onlayn satışında təhlükəsizlik məsələsini gündəmə gətirir. Satıcı və kuryerlər məhsulun onlayn sifarişi zamanı hansı ehtiyat tədbirləri görməlidir? Əməkdaşlarımız mövzunu ətraflı araşdırıb. İnternet üzərindən ticarətin gündən-günə artdığı dövrdə bəzi vətəndaşlar qızıl zinət əşyalarını da onlayn şəkildə almağa üstünlük verirlər. Satıcılar bildirir ki, onlayn satış cəlb edici görünsə də, sonradan bir sıra problemlərin çıxması onları tərəddüdə salıb. Kimi ehtiyat etdiyindən qızılın onlayn sifarişini qəbul etmədiyini, kimi yalnız ödənişin tam şəkildə edildiyi halda çatdırılmasının mümkün olduğunu deyir. Həmçinin müəyyən miqdarda beh aldıqdan sonra riski gözə alıb məhsulu kuryer ilə göndərdiklərini deyənlər də var. Şəxsən bizdə, mənim polkamda, yəni bizdə belə bir şey yoxdur. Yəni çatdırılmaq, sosial şəbəkədə yazsınlar, biz yəni çatdırma eləmirik. Onlayn satıram, amma bu formada satıram. Kimlərsə məndən gündə yüzlərlə yazırlar da bizdə də onlar. Tam ödəniş elətdirirəm. Deyirəm, mənim tam ödənişimi eləyəndən sonra şəxsən özüm çatdırıram və yanımda kimsəni. Tək getmirəm. Beh alırıq, behsiz mal göndərmirik və bütövlüklə olan pulu da dediyiniz kimi kuryer çatdırmanı eləyəndən sonra tamamilə pulu müştəridən alırıq. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, onlayn ticarət etmək adı altında sosial şəbəkələrdə insanları aldadaraq onların pul vəsaitlərinin ələ keçirilməsi halları ilə bağlı polisə məlumatlar daxil olur. Edilən hər bir müraciət qeydə alınmaqla araşdırmalara başlanılır. Həmin şəxslərin müəyyən olunması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir. Bu cür hallarla üzləşməmək üçün vətəndaşları etibar etmədikləri şəxslərlə onlayn qaydada əlaqəyə keçməsinlər. İsmail Əmrli, Rahil Bəhluzadə, ATV Xəbər.
Korrupsiya qarşı mübarizə üzrə komissiyanın iclası keçirilib. Komissiyanın sədri Samir Nuriyev, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə 2025-ci il ərzində görülən işlər, o cümlədən həyata keçirilən korrupsiya ilə mübarizə tədbirlərinin əsas istiqamətlərindən danışıb. Qanunvericiliyə edilən dəyişikliklərin qısa mahiyyəti və onların ictimai münasibətlərə təsiri iclas iştirakçılarının diqqətinə çatdırılıb. Komissiya sədri bildirib ki, 2025-ci il ərzində korrupsiya risklərinin idarə edilməsinə dair yeni mexanizm qanunvericilikdə təsbit edilib. Korrupsiya barədə məlumat verən şəxslərin hüquqlarının müdafiəsi istiqamətində müvafiq normalar qanunvericiliyə əlavə olunub. Vətəndaş cəmiyyəti nümayəndələrinin korrupsiya ilə mübarizə fəaliyyətində iştirakçılıqları təmin olunmaqla qeyri-hökumət təşkilatlarının nümayəndələri və müstəqil ekspertlər işçi qrupların fəaliyyətinə cəlb edilib. İclasda korrupsiya ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri də müzakirə edilib. Komissiyanın katibliyi tərəfindən hazırlanan korrupsiya risklərinin idarə edilməsi qaydalarının layihəsi məqsədə müvafiq hesab olunub. Növbəti dövr üçün iş planı təsdiqlənib. Sabah Cenevrədə Amerika Birləşmiş Ştatları İran danışıqlarının növbəti mərhələsi olacaq. Artıq nümayəndələr İsveçrəyə yola düşüb. Hər iki tərəf danışıqların müsbət məcrada keçəcəyinə ümid edir. Birləşmiş Ştatlar Dövlət katibi Marco Rubio İranla razılığa gəlməyin asan olmayacağını bildirib, ancaq Vaşinqton buna nail olmaq üçün bütün səylərini əsirgəməyəcək. İranla razılaşma əldə etmək çətindir. Həmişə bunun çətin olduğunu demişik, amma çalışacağıq. ABŞ-ın dövlət katibi Marco Rubio Macarıstanın baş naziri Viktor Orbanla təşkil olunan mətbuat konfransında belə açıqlama verib. O, ümid etdiyini bildirib ki, İran nümayəndələri ilə razılaşma əldə olunacaq. Düşünürəm ki, narahatlıqlarımızı diplomatik yollarla həll edən razılığa gəlmək üçün fürsət var, deyən Amerikalı diplomat vurğulayıb ki, indiyə qədər heç kim İranla uğurlu danışıqlar apara bilməyib. Buna baxmayaraq, Vaşinqton yenə də danışıqlar variantını sınamaq istəyir ki, görək nəticə necə olacaq, deyə dövlət katibi bildirib. İsrailin baş naziri Benyamin Netanyahu isə hesab edir ki, ABŞ prezidenti Donald Trump güc tətbiq etməzdən əvvəl İranla razılaşma əldə etmək üçün bütün variantları sınamaqda qərarlıdır. Trump inanır ki, İran 2025-ci ilin iyun müharibəsindən dərs çıxardıqdan sonra razılaşma əldə etmək fürsətini əldən verməyəcək, deyə Netanyahu bildirib. O, həmçinin qeyd edib ki, İsrail təkcə İranın uranı zənginləşdirmə prosesinin dayandırılmasını deyil, həm də Tehranın bütün bu kimi imkanlardan məhrum edilməsini tələb edir. İranla hər hansı bir razılaşmaya şübhəli yanaşdığımızı sizdən gizlətməyəcəm. Amma mən dedim ki, razılaşma əldə olunarsa, təkcə İsrailin təhlükəsizliyi üçün deyil, həm də ABŞ-ın, regionun və dünyanın təhlükəsizliyi üçün orada vacib hesab etdiyimiz bir neçə məqam olmalıdır. Birincisi, bütün zənginləşdirilmiş materiallar İrandan çıxarılmalıdır. İkincisi, heç bir zənginləşdirmə fəaliyyəti olmamalıdır. Zənginləşdirmə prosesinin dayandırılması deyil, zənginləşdirməyə imkan verən avadanlıq və infrastrukturun sökülməsi lazımdır. Üçüncüsü, biz ballistik raket məsələsində əl etməliyik, deyə Yəhudi baş naziri şərtlərini irəli sürüb. İran isə İsrailə qarşı Türkiyə və digər regional ölkələrlə əməkdaşlığa hazırdır. İranın Ali Təhlükəsizlik Şurasının baş katibi Əli Laracani bu barədə etiraf edib. Bölgə ölkələrinin rəsmiləri bilirlər ki, İsrail bölgəni qarışdırmaq üçün planlar qurur. İran, İsrailə qarşı regional sabitliyin təmin edilməsi məqsədi ilə Səudiyyə Ərəbistanı, Misir və Türkiyə ilə əməkdaşlığa hazırdır, deyə İran rəsmisi qeyd edib. Laricani ABŞ-la müzakirələrinin uğursuzluğu halında İrana mümkün hücumla bağlı isə belə deyib. Qarşı tərəfin əvvəlki təcrübələrini nəzərə alaraq yeni müharibə axtardığını düşünmürəm. Amma bizə güc tətbiq etsələr cavabını alacaqlar. Müharibə xaçınca getmirik, amma hazırıq. Artıq İranın əməkdaşlıq təklifinə Əfqanistandan reaksiya gəlib. Taliban hökumətinin rəsmi nümayəndəsi Zabihullah Mücahid bildirib ki, müvafiq tələb olarsa Əfqanistan həmrəylik göstərməyə və lazım gələrsə İranla əməkdaşlıq etməyə hazırdır. ABŞ İranı hücum eləsə, Tehran əvvəlki kimi bu dəfə də qalib gələcək. İran heç bir halda müharibə tərəfdarı deyil. Amma hazırki gərgin vəziyyətdə onun özün müdafiə gücü və hüququ var, deyə Taliban rəsmisi vurğulayıb. Bəxtiyar Fətullayev, ATV Xəbər. İsraildə İran kəşfiyyatı ilə əməkdaşlıq etməkdə şübhəli bilinən şəxs həbs olunub. İsrail polisinin məlumatına görə ölkə vətəndaşı olan bu şəxs yüksək vəzifəli nümayəndə haqqında kəşfiyyat məlumatları topladığına görə saxlanıb. Onun Fares Əbu Əl-Hicə adlı şəxs olduğu bildirilir. Dindirilmə zamanı məlum olub ki, Əbu Əl-Hicə xarici agentlə əlaqə saxlayıb, onun İran kəşfiyyatı ilə bağlı olduğunu güman edib və müxtəlif tapşırıqların yerinə yetirilməsinə görə qarşı tərəfdən pul alıb. İsrail dövlətinə təhlükəsizliyinə zərər vurmaq məqsədi ilə kəşfiyyat məlumatları toplayıb.
Rusiya, Birləşmiş Ştatlar və Ukrayna nümayəndə heyətləri arasında fevralın 17-18-də Cenevrədə keçiriləcək üç tərəfli danışıqların 3-cü mərhələsində ərazi məsələləri əsas müzakirə mövzusu olacaq. Rusiya Prezidenti mətbuat katibi Dmitri Peskov bu barədə açıqlama verib. Bildirib ki, tərəflər bu dəfə həm ərazilərə, həm də Rusiyanın digər əsas tələblərinə aid olan geniş mövzuları müzakirə etmək niyyətindədir. Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də Cenevrə görüşündə ərazi məsələsinin diqqət mərkəzində olacağını təsdiqləyib. İsrailin baş naziri Benyamin Netanyahunun Qüdsdəki ofisinə şübhəli zərf daxil olub. Yerli mənbələrin məlumatına görə şübhəli bağlama ilə əlaqədar dərhal hadisə yerinə polis və yanğına mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Binanın ətrafında və daxilində gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Baş nazirin ofisi yanında yerləşən Təhlükəsizlik və Fövqəladə Hallar İdarəsi zərfin ilkin yoxlanışından sonra rəsmi açıqlama yayıb. Bildirilir ki, aparılan araşdırmalar nəticəsində qurumun əməkdaşları üçün hər hansı bir təhlükə aşkarlanmayıb. Hazırda hadisənin təfərrüatları araşdırılır. Amerika Birləşmiş Ştatlarının baş prokuroru Pam Bondi, Amerikalı maliyyəçi Jeffrey Epstein işi ilə bağlı iddiada adları çəkilən 300-dən çox şəxsin kimliyini açıqlayıb. Müvafiq sənəd Document Cloud platformasında yerləşdirilib. Qeyd olunur ki, siyahıya adları əvvəllər dövlət məmuru ya da siyasi cəhətdən əhəmiyyətli şəxslər daxil edilib. Onların arasında Birləşmiş Ştatların 42-ci prezidenti Bill Clinton, 46-cı prezident Joe Biden, Microsoft şirkətinin qurucusu Bill Gates və müğənni Beyoncé də var. Ən maraqlı odur ki, baş prokuror Pam Bondi öz adını da həmin siyahıya daxil edib. Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin səfərləri qarşılıqlı xarakter daşıyır. Ermənistan parlamentindəki hakim vətəndaş müqaviləsi fraksiyasının katibi Artur Avanisyan bu barədə açıqlama verib. Qeyd edib ki, bu səfərlər sülh mühitinin möhkəmləndirilməsinə yönəlib. Bu çərçivədə görüşlər həm Ermənistan, həm də Azərbaycanda keçiriləcək deyə fraksiya rəhbəri qeyd edib. Xatırladaq ki, Ermənistan və Azərbaycan arasında Tavuş-Qazax hissəsində sərhədin delimitasiyasından sonra ilk dəfə fevralın 13-də Azərbaycan vətəndaş cəmiyyətinin 19 nümayəndəsi quru yolu ilə Ermənistana səfər edib. Azərbaycan nümayəndələri 2 gün Ermənistanda davam edən müzakirələrə qatılıb. Bir zamanlar sükutun hökm sürdüyü, düşmənin xarabalığa çevirdiyi Ağdam yenidən qurulur. Şəhərə yeni nəfəs gəlir. Artıq öz sakinlərinə qucaq açan Ağdamda tikinti bərpa işləri sürətlə davam edir. ...128-ci məhəllədə bünövrət davasının armaturlama işləri gedir. 129-cu məhəllədə mərtəbələrin təmir qəlib işləri gedir. Eyni zamanda bölgü işlərinə başlamışıq. Hər məhəllədə 3 yaşayış binası var, 6, 7, 8 mərtəbələrdən ibarətdir. Ağdamda tikinti işləri sürətlə davam edir. Yenidən qurulan Ağdamda artıq 12 məhəllədən ibarət 5-ci yaşayış kompleksinin tikintisinə start verilib. Məhəllələr üzrə ümumilikdə 50 bina layihələndirilib. Bunlardan 40-ı yaşayış binası, 10-u isə qeyri-yaşayış binası kimi nəzərdə tutulub. Kompleksdə 1, 2, 3 və 4 otaqlı olmaqla ümumilikdə 1074 mənzil olacaq. 135-ci məhəllə üzrə 3 dənə yaşayış binası, orta mərtəbəli yaşayış binası nəzərdə tutulub. Biri 8 mərtəbə, ikisi 6 mərtəbə. 4 avtodayanacaq, yeraltı avtodayanacaq nəzərdə tutulubdur. 3 binanın ikisində 3-cü mərtəbə betonlanıb qurtarıbdır. 3-cü mərtəbəyə qədər. Tamamlama işləri bizim plan üzrə avqust sonu, sentyabrın əvvəlləri planlaşdırılır. 3-cü yaşayış kompleksində də yaxın vaxtlarda tikintinin başlanması nəzərdə tutulur. Bu kompleks isə 13 məhəllədən ümumilikdə ibarət olacaq. Ağdam şəhərində Heydər Əliyev fondu tərəfindən bərpa olunmuş Ağdam Cümə məscidinin yardımçı tikililəri Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa tikinti idarəetmə xidməti tərəfindən inşa olunacaq və bu istiqamətdə də artıq yaxın vaxtlarda işlərin başlanması nəzərdə tutulur. Xatırladaq ki, bir müddət əvvəl Ağdam şəhərinin 2-ci yaşayış kompleksinə sakinlərin qayıdışı təmin edilib. Hazırda burada 103 ailə ümumilikdə 403 sakin yaşayır. Bundan başqa Ağdamın 3 kəndinə, Sarcalı, Xıdırlı və Kəngərli kəndlərinə də qayıdış olub. Eyvazxanbəyli və Gəlvənd kəndləri tikilir. Qayıdan sakinlərin rahat yaşayışı üçün hər şərait yaradılır. Sadət Ayazqızı, Habil Məmmədov, Sənan Bəhrəmli, ATV Xəbər, Ağdam.
Dünya Şəhər Salma Forumunun 13-cü sessiyası çərçivəsində keçiriləcək Urban Expo sərgisi üçün martın 31-i müraciət başa çatır. İştirak ərizələri onlayn şəkildə qəbul olunur və ilk müraciət edənə üstünlük prinsipi əsasında nəzərdən keçirilir. Hər kateqoriya üzrə yalnız bir müraciət məqbuldur. Beynəlxalq miqyasda 10 minlərlə ziyarətçinin iştirak edəcəyi sərgi dayanıqlı şəhər inkişafına dair qabaqcıl yanaşmaların qlobal auditoriyaya təqdim edilməsi baxımından unikal platforma rolunu oynayacaq. Sərgi çərçivəsində müasir şəhərlərin üzləşdiyi əsas problemlərə dair praktik və innovativ həllərin nümayişi nəzərdə tutulur. Forum çərçivəsində ilk dəfə startap pavilyonu və Dünya Şəhərsalma Forumu Akademiyası kimi yeniliklər təqdim ediləcək. Lənkəranda Hüseynovlar ailəsinin sevinci, necə deyərlər, 1-ə 3 artıb. Dünyaya gələn üçəmlərlə birgə ailədə övladların sayı 6-ya çatıb. İndi onlar 4 oğul, 2 qız övladının məsuliyyətini daşıyacaq. Belə ailələr hər hansı yardım və ya güzəşt nəzərdə tutulurmu? Ailənin sevincini bölüşən əməkdaşlarımız bu məsələ ilə də maraqlanıb. Ötən həftə Lənkəranda ana üçəm övladlarını, 2 oğul, 1 qız uşağını qucağına alıb. Bununla da 2017-ci ildə ailə quran Hüseynovlar 6 övlad sahibi olublar. Bir oğlum olub, sonra əkiz olub, bir oğlum, bir qızım. Sonra da bir dənə sürprizimiz olub, 2 oğlan, bir qız. Xeyrin görsün inşallah. Allah kömək olsun bunları. Bütün xəstəxana işçilərinə təşəkkür edirik. Bizim körpələrimizi sağlam bizə verdiklərinə görə. Lənkəran rayon mərkəzi xəstəxanasının nəzdində fəaliyyət göstərən Lənkəran Regional Perinatal Mərkəzindən bildirilib ki, 34 yaşlı ananın da, üçəmlərin də vəziyyəti kafidir. İndi ailə 4 oğul, 2 qız övladının məsuliyyətini daşıyır. Maraqlıdır, üçəm doğulan ailələrə hansısa yardım və ya güzəşt edilir. Mütalib Hüseynovun ailəsində dünyaya gələn üçəmin hər birinə 600 manat olmaqla anaya ümumilikdə 1800 manat məbləğində proaktiv qaydada bir dəfəlik müavinət təyin edilərək ödəniləcək. Bundan başqa, üçəmlərin dünyaya gəlməsi ilə ailədə uşaqların sayı 6-ya çatdığına görə qanunvericiliyə əsasən uşaqların sağ olması şərti ilə bu hüququn yaranmasına səbəb olmuş üçəmlər 1 yaşına çatdıqda 5-dən çox uşaq doğub tərbiyə edən anaya hər uşağa görə aylıq müavinət təyin olunacaq. Hazırda hər bir uşağa görə müavinətin məbləği 140 manat təşkil edir. Müavinətin ödənişi uşaqların 18 yaşı tamam olan ayın sonuna dək davam etdirilir. Ailəyə ünvanlı dövlət sosial yardımın verilməsinə gəlincə, fondun rəsmisi qeyd etdi ki, valideynləri də onlarla yaşadığı üçün 10 nəfərdən ibarət olan Hüseynovlar ailəsi bundan yararlana bilməyəcək. Çünki ailədə nənə baba pensiyaçıdır, ata işləyir, həmçinin mülkiyyətində nəqliyyat vasitəsi var. Sadət Ayaz qızı Zaur İsmailov, Ağcəl Əskərli, ATV Xəbər, Lənkəran. Kontaktın əfsanəvi kampaniyası 100 min azayınədək uduşla və tam yeni konseptlə geri döndü. Ətraflı sujetdə. Kontakt mağazalar şəbəkəsi müştərilərinə indiyədək görülməmiş ən böyük pul mükafatını təqdim edir. Məşhur Şeşkoşa kampaniyası tam fərqli konsept və 100 min manatadək uduş fondu ilə geri döndü. Üstəlik bu dəfə qalib gəlmək hər zamankindən daha asandı. Necə? Şəbəkənin istənilən mağazasından minimum 300 manat dəyərində alış-veriş edən iştirakçı bu stəndə yaxınlaşıb öz uğurlu qoşasını seçir. Seçilmiş qoşa birinci atışda düşərsə məhsulun 10%-ni, eyni qoşa ikinci cəhdədə düşərsə məhsulun 100%lik dəyərini geri alır və ən nəhayət sıra böyük finaldadır. İştirakçı burada yeni bir qoşa seçim edir və seçdiyi qoşanı atarsa böyük mükafatı 100 min manatadək pul uduşunu qazanır. Qeyd edək ki, kampaniya həm nağd, həm də hissəli alış şərtlərinə şamil olunur. Odur ki, kontaktın sevindirdiklərinə öz adını əlavə etmək üçün elə indi seçdiyiniz kontakt mağazasına gəlib 100 min manata gedən yolun qapısını açın. Çarəsizdə geri dönüşü olmayan addım atılacaq, hər kəsin taleyini dəyişəcək yeni bölümü nəzərdən qaçırmayın. Harı öldürürüz? Hə? Cəngisin o qızdan vursun. Çox üstsüz qızdır. Bax, var dövlətə görə istəyir ki, Toğrul'la ailə qursun. Məqsədi var. Çarəsiz serialı bugün saat 21:30'da ATV'də. Sırada həmkarım Nicat Babayevin təqdimatında idman yenilikləri var. Mən sizinlə sağollaşıram. Hər şey könlünüzcə olsun, sağolmaq qalın.